Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizi Efes klubdan salamlayırıq, edəyim. Üçün qurumunda yerləşik. Deməli dostlar, düz güclüyü sizə öyrədəcəm. Deməli, necə olacaq bu? Sifdə insanlar, üzə bilməyən insanlar üçün deyirəm ki, nəzər üzmək lazımdır. Baxın, tam sərbəst. Əgərləri su altı üzmək istəyirsinizsə, ya bax, qaydası belədir. Havanı alırıq, içəri girə-girə havanı buraxırıq ki, biz aşağı istiqamətə girək. Bu yeni üzənlər üçün, yəni üzməyi bacara bilməyən insanlar üçün havanı alır və içəri girir, üstə qalır. Bu, dərinliyə getmək istəyir, girə bilməyən insanlar üçün deyirəm ki, havanı alırıq, kullanan anda havanı buraxırıq və düşürük avtomatik suyun arasına altına. Və orada bunu göstərəcəm, nəzər etmək lazımdır, izləyək. Əziz dostlar, deməli bizim su altı gəlişimiz idi və izlədiniz. İndi təsəvvür edin ki, suyun üzərindəsiniz və siz artıq ayağınız yerdən çəkildi. Baxmaq üzrəsiniz. Baxın, nə etmək lazım dostlar. Tutaq ki, bir dərinliyə düşdünüz. Aha, getdiniz. Bu, belə olmaz. Baxın, fikir verin, əllərə baxın. Aşağı, yuxarı. Ayaqların göydə, aşağı, velosiped kimi. Baxın. Bax, bu istiqamətlə hərəkət edib, tarazınızı saxlayıb, bax, su iti kimi, bax, görürsünüz, ayaqlar qalxdı hara, baxın, ayaqları görürsünüz, bax, su iti kimi, heç vaxt baxmayacaqsınız. Baxın, dostlar, bax, gedirsiniz, fırlanırsınız. Bax, belə. Heç vaxt, belə, kömək elin deyə yox, belə yox. Əllər girir alta və velosiped kimi. Bir özünüzü qabağa aparırsınız ki, bax, bu üzə bilməyənlər üçün. Və artıq bunu öyrənəndən sonra nə etməyə başlayırsınız? Üzməyə, məsələn, su üstü və çənə aşağı. Baxın bu. Deməli, bu, əziz dostlar, çənə altı, yəni üst səthi suyun altında qalır. Müəyyən məsafədən sonra yorğunluq olur və siz suyun üzərində, bax, belə davam edə bilərsiniz və yaxud da ki, bu cür davam edər, danışa bilərsiniz. Əziz dostlar, çox rahatdır əslində. İndi deyəcəksiniz ki, kərlə axdı və ona görə suyun altına rahat getdi. Uyğun yerdə necə gedə bilərsən? Baxın, bu, belə deyək, üzməyə anlamayan insanlara nəfəsi alırıq və buraxıb giririk suyun içərisində. Və yaxud da suyun içərisində girə-girə buraxırıq ki, tarazlığımız aşağı insin. Məsələn, mən nəfəsi alacam, elə ala-ala girəcəm suyun altına. Baxın. Nəsini buraxdım. Amma indi gəlin biz nəfəsimizi burada alaq, dərindən və indi buraxaq. Deməli, nəticədə nə baş verir? Deməli, biz nəfəsimizi alıb girəndə və elə girməyə bacarırsa, bizim dıxamımız ona çatırsa, biz daha uzun məsafəni qət edə bilirik. Çünki suyun altında biz o nəfəsi buraxa-buraxa zamana gətirmişik. Lakin biz onu üzə bilməyən insanlar var ki, məsələn, nəfəsi alır, belə deyək, bax. Bəli, sizdə belə olacaq, dərinliyə girə bilməyəcəksiniz. Çünki bu üzə bilməyən insanlara aiddir.
onlar təbii ki, nəfəsi buraxıb, eləyib suyun içərisinə. Baxın, təsəvvür edin, mən batmıram. İndi nəfəsimi tamamilə buraxacam. Və nəticədə insan batır. Ona görə də çalışmaq lazımdır ki, ilk vəziyyət üzməyə qazanmaq lazımdır. Əgər dəniz dalğaları gəlirsə, panik olmaz. Məsələn, belə deyək, dalğalar gəlir, sənə təntilir və sən, ay, kömək istəyir, belə lazım deyil. Tez özünüzü qarşıya baxmalı və sulti vəziyyətini almalısınız və ayaqlar işləmək şərtiyir. Baxın, görürsünüz, burada da getmək olur. Sanki heç suyun ləpələri də vurulur, görürsünüz. Belə də getmək olar. Dediyim kimi, belə də getmək olar. Üzmək müxtəlifdir. Məsələn, insan var deyir ki, mən istəyirəm arxa üstə uzanam və hərəkət bu, üzüm arxa üstə. Və onun qaydaları yəni olur. Bax, tam sərbəst, nəfəsi alırıq. Hop. Bu çox asandır, dostlar. Təbii ki, dəniz dalğaları bu cür rahat gedişlərə şərait yaratmadığı üçün bəzi insanlara bu çətinlik, yorğunluq gətirə bilər. Lakin niyə deyirəm, həşarçılığa yol vermək kimi çıxmasın, nə suyun üzərində qalırsınızsa, boğulma ehtimalınız varsa, ayağınızın altından yer gedirsə, məsələn, açıqsınız, falansınız, peşəsizsə və qorxu, panik olmasın. Bu vəziyyətə alınırıq. Dərhal boğuluruqsa, baxın, buna deyirlər suiti vəziyyəti. Məsələn, dalğalar gəlir, sizi qorxudur, ayaqlarını göylər. Baxın, və ya belə də edə bilərsiniz, amma bunun qaydasıdır. İrəli, asla templə və başlayacaqsınız ki, siz artıq suyun üzərindəsiniz. Burada istəyirsiniz, nəfəsinizi buraxın. Yenə də suyun üstündəsiniz, istəyirsiniz, alın. Yenə də suyun, baxın, üzərindəsiniz. Çox rahatdır. Sanki, belə deyil, çarpayda uzanmışsınız, sadəcə olaraq, bax, bu cür edirsiniz. Görürsünüz, sürətli getmək üçün irəli. İstəmələn məsafəmiz azdır. İstəsəniz göstərə bilərəm. Bununla videomuzu yekunlaşdıracağım. Əziz dostlar, diqqətinizə görə təşəkkür edirəm. Buyurub izləməyə baxa bilərsiniz. Sağ olun dostlar.